Ukrayna ve praktikada İran dronlarından savaşı mükemmel şekilde öğrendi, benimsedi. Ve İsrail, Amerika'nın da bu savaşı, İran'la savaşı onu gösterdi ki İsrail ve Amerika ne özünü ne de müttefiklerini bu İran dronlarına tam olarak mükemmel şekilde koruyabilmir. Ve bu dronlar müttefiklerin esasında Körfez ülkelerinin neft rezervuarlarına, rafinalara, ondan sonra networklara yani paylayıcı şebekelere zərbə vurur. Bu da əlavə olaraq Hörmüzdən əlavə, krizindən əlavə dünyada onsuz da Hörmüz krizi bir böhran yaradıbdı. Bu Küveytin, Səudiyyənin, ondan sonra Qətərin rafinalarının vurulması əlavə kriz yaradır və enerji krizini dünyada daha da şiddetlendirir. Ona göre de Ukrayna'ya bunların ihtiyacı yarandı. Ukrayna'ya ihtiyacı yarandı. Ukrayna artık bu ülkeleri en çok da Suudi Arabistan'da çünkü en çok neft ihtiyatı oradadır. Suudi Arabistan'da ondan sonra Küveyti ve Katar'ı korumak meselesinde onlara yəqin ki, instruktaj keçəcəkdir, mütəxəssislər hazırlanmasına yardım eləyəcək ki, və hal-hazırda mən inanıram ki, Ukraynanın orada mütəxəssisləri var və bu mütəxəssislər çalışır. Həm havadan müdafiəni artırırlar, o qabiliyyəti artırırlar. Eyni zamanda da praktiki olaraq alanda, yəni sahədə mütəxəssislər hazırlayırlar, yerli mütəxəssislər hazırlayırlar. Əlbəttə, Ukraynanın da neftə və qaza ehtiyacı var. Onun yanında Ukraynanın da paraya, pula ehtiyacı var. Hansı ki, Avropa Birliği bugün açıq dediyində onlara silah yox, biz daha çox pul verməliyik ki, onlar özlərini müdafiə eləsin. Ukrayna gerçekten bir tarih yazdı. O Trump doğru deyir, dastan yazacağıq biz falan. Ama o dastanı, Qəhrəmanlıq dastanını gerçekten Ukrayna yazdı. Nəinki məğlub olmadı, hətta Rusiyanın məğlub ola biləcəyi gerçəkliyini ortaya koydu. Rusiyanın tam məğlub ola biləcəyi gerçəkliyinə. Faktik olaraq Rusiya bir şey eləyə bilmir. Əgər əlinə o nüvə düyməsini atmasa, Ukraynaya bundan sonra da bir şey eləyə bilməyəcəkdir.